Türkiye'də post-Erdoğan dövrü ərəfəsində ciddi siyasi müzakirələr gedir. Hər nədirsə, deyəsən orada Erdoğanın özündən sonra varis təyin etmək kimi bir eyhamları olduğuna görədir. Türkiyənin siyasiləri cümhuriyyət ənənələrinin təhlükədə olduğunu deyərək bu polemikalara qoşulublar. Maraqlıdır, deyəsən, qardaş ölkədə Erdoğan özündən sonra ya indiki Xarici İşlər Naziri və sabiq MİT Başkanı Hakan Fidanın ya da oğlu Bilal Erdoğan'ın prezident olmasını istəyir. Əlbəttə, cəmiyyətdə də buna qarşı bir alyans şəklində dirənişlər var. Bu, Türkiyənin müzakirə etdiyi temadır, amma müzakirələrin gedişində müxtəlif örnəklər, argumentlər sırasında Azərbaycanın da adının hallanması diqqəti çəkir, özü də təbii ki, negativ baxımdan. Uzun illər Erdoğan'ın komandasında olmuş, 2002-2015-ci illər ərzində Türkiyə Böyük Millət Məclisinin sədri və baş nazirin müavini vəzifələrində çalışmış Bülent Arınç Sözcü televiziyasına verdiği açıklamada Azerbaycan'ın adını belə hallandırır. Yani Avrupa'da bunun örneğini göremezsiniz. Yani sizin söylemek istediğiniz bir hanedan görüntüsü, babadan oğula geçen bir, yani burası bir Azerbaycan değil. Haydar Aliyev'den İlham Aliyev'e geçiş gibi veya yani mesela İlham Aliyev'in eşi Mihriban Aliyeva da aynı zamanda Cumhurbaşkanı yardımcısıdır, devlet başkan yardımcısıdır. Bu ülkelerde belki geçerli olan şeyler ama biz 86 milyon devlet geleneği olan bir ülkeyiz. Bizde genel kabul görmez diye düşünüyorum. Bu argumentin əsaslandırma hissəsi əlbəttə xüsusilə diqqət çəkicidir. Yəni Türkiyə 86 milyon əhalisi olan dövlət ənənələri olan ölkədir və burada belə nəsnələr keçməz deyir. Buradan çıxan birbaşa məntiq də budur ki, Azərbaycanda baş verən metamorfozalar dövlət ənənəsi deyil, sayılmaz və dövlətçiliyə dəxli olmayan işləklərdir. Bu da təbii ki, məntiqlidir. Türk siyasilər öz ölkələrinin Azərbaycana çevrilməsini istəmirlər, amma deyəsən biraz gecikirlər. Bu gecikmənin bir əlaməti də elə Azərbaycanla bağlıdır. Azərbaycanlı siyasətçi Türkiyədə Azərbaycan rejiminin tələbi ilə saxlanılan qanunsuz və əsassız quru böhtan əsasında saxlanılan Gültəkin Hacıbəyli nümunəsi Türkiyədə müxalifət üçün də, iqtidar üçün də bir imtahan misallı siyasi prosesdir. Azərbaycanı monarxiya, ailə hakimiyyəti adlandırmaqdan çəkinməyən Türkiyə siyasiləri yeri gəlmişkən bu dəyərləndirmədə Bülent Arınç yalnız deyil. Bu zamana qədər də belə açıqlamalar çox olub, amma konkret olaraq bu məsələyə münasibət bildirməkdən sanki qorxurlar, çəkinirlər. Başda CHP lideri Özgür Özel olmaqla hamısı. Gültəkin Hacıbəylinin isə son açıqlaması Hakan Fidana və MİT'in indiki başkanı İbrahim Kalın'a ünvanlanıb. Artıq 2 aya yaxındır ki, Türkiyədə Çatalca geri göndərmə mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib. Bugün isə Ankara İdarə Məhkəməsi üzərimə qoyulmuş C82 kodunun götürülməsi ilə bağlı müraciətim əsasında İstanbul Valiliyinə sorğu göndərilib. Xatırladım ki, C82 kodu mənim güya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib. Buradan Türkiyə MİT Başkanı İbrahim Kalın'a səslənirəm. İbrahim Bey, İstanbul Valiliyi Köç İdarəsi Ankara İdarə Məhkəməsinin sorğusuna verdiyi cavabda göstərib ki, onlar Türkiyə MİT-inin 19 noyabr 2025-ci il tarixli 197-899-223 sayılı yazısına əsasən bu kodu mənim üzərimə qoyub. Bu koda əsasən mənim Türkiyə dövlətinin təhlükəsizliyi üçün təhlükə yaratdığım bildirilir. Cənab İbrahim Kalın, mən sizin MİT başkanı olmazdan əvvəl YouTube kanallarındakı irfani mövzularda söhbətlərinizi dinləyərkən ədalətli bir insan olduğunuzu düşünmüşdüm. Budurmu sizin ədalətiniz? Mənim bütün siyasi ictimai fəaliyyətim göz önündə olub və hər zaman hüquqi və demokratik prinsiplərə uyğun fəaliyyət göstərmişəm. İndi isə sizin rəhbərlik etdiyiniz MİT heç bir əsas və dəlil olmadan tamamilə uydurma və saxta bir məlumat təqdim edərək məni
adı və varlığı bilinməyən, real həyatda olmayan xəyali bir terror təşkilatına üzvlükdə suçluyur. Mənim bütün siyasi fəaliyyətim boyu Türkiyə və Azərbaycan arasında strateji birliyin daha da möhkəmləndirilməsini, qardaş Türkiyə ilə bağlı xalqımızda sevgi və rəğbətin yaradılmasını təbliğ etmişəm. İndi isə Türkiyənin miti məni Türkiyənin düşmənləri ilə eyniləşdirərək tamamilə yalan və uydurma əsaslarla məni terrorçu kimi şərləyir. Budurmu mənim Türkiyə sevgimə mitin verdiyi cavab? Cənab İbrahim Kalın, bilmirəm bu müraciət sizə çatacaq ya yox, ancaq hər halda MİT kimi hər tərəfli məlumat almaq imkanı olan bir təşkilat yəqin ki, mənim bu müraciətimdən xəbər tutacaq. Mən sizi MİT adından İstanbul Valiliyinə verdiyiniz hüquqa və ədalətə zidd olan əsassız məlumatı geri götürməyə çağırıram. Nəzərə alın ki, MİT-in haqqımdakı saxta və yalan məlumat əsasında Ankara İdarə Məhkəməsi üzərimdəki C82 kodunu saxlayan qərar versə və bu siyasi sifarişli qərar əsasında mən məcburən Azərbaycana həbsə göndərilsəm, bu Azərbaycan xalqında Türkiyə ilə bağlı dərin məyusluğa və xəyal qırıqlığına səbəb olacaq. Cənab İbrahim Kalın, siz məndən də daha yaxşı bilirsiniz ki, bugün Azərbaycanda hər hansı terror təşkilatı və buna bənzər fəaliyyətlər yoxdur. O zaman mən adı və fəaliyyəti olmayan hansı terror təşkilatına üzvlükdə şübhəli bilinirəm. Sizdən ricam, mənim barəmdə bu saxta və uydurma məlumatı hazırlayıb, Türkiyə dövlətinin Azərbaycan cəmiyyətindəki nüfuzuna və ədalətinə güvənsizlik yaradanlardan bu hesabatı hansı dəlil və faktlara əsasən hazırladıqlarını soruşmağınızdır. Gültəkin xanımın müraciət etdiyi şəxslər də, bütün Türkiyə siyasiləri də Azərbaycanda bir ailə mafiyasının iqtidarda olduğunu bilir və buna susurlarsa, demək ki, bu artıq siyasi ehtiyatlılıq deyil, yaxud bu münasibəti siyasi ehtiyatlılıq adlandırmaq adekvat olmayacaq qədər yumşaq ifadədir.